Salam, hər vaxtınız xeyir. Əziz müəllimlər, dəyərli həmkarlar, mən Nizam müəllim. Bugün sizlərlə paylaşdığım çoxhədlilər mövzusundan 5 maraqlı sualın izahını verəcəm. Başlayaq sualların izahından. Birinci sualda deyir ki, Px bərabərdir x üstü 14 üstəgə 3x üstü 11 minus 2x üstü 10 çoxhədlisinin verilən x kvadratı minus x plus 2-yə bölünməsindən alınan qalığı tapın. Bunu iki yolla eləmək olar. Birinci yolumuz budur ki, məsələn, burada bilirsiniz ki, bölən hansı ki, x kvadratı çıx x plus 2 bu çoxhədlinin vuruğu kimi baxsaq, bərabərdir 0. Buradan x kvadratı bərabərdir x minus 2. Gəlib indi bu px-i sadələşdirsəm, məsələn, x üstü 10-u çıxartsam mötərəziyə, x üstü 4 üstə gəl 3x minus 2 qalır. Bu da bərabərdir x üstü 10, x üstü 4'ü x kvadratının kvadratı üstə gəl 3x minus 2 şəklində yazıram. Bərabərdir x üstü 10, x kvadratının yerinə x minus 2'ni yazsam, x minus 2'nin kvadratı plus 3x minus 2. Bu da elədi x üstü 10, x kvadratı minus 4x plus 4 plus 3x minus 2. Hansı ki, yenə bu x kvadratının yerinə gətirib x minus 2'ni qoysam, x minus 2 çıx x plus 2. Burası 0 elədiyinə görə cavab elədi 0. Yəni doğru cavab C variantı. Növbəti üsulla bunu necə etmək olar? Növbəti üsulla bunu belə etmək olar ki, adi qayda ilə çoxhədlinin çoxhədliyə bölünmə üsulu. 2x üstü 10'u bölərəm x kvadratı minus x plus 2. Hansı ki, bura düşdü x üstü 12 dəfə. Bu elədi x üstü 14. Çıx x üstü 13. Üstə gəl 2x üstü 12. Bunda çıxanda bunlar ixtisar getdi, islah getdi. Qaldı x üstü 13 dərəcəsi böyük olanları birinci ilk əvvələ yazdım. Çıx x üstü 2x üstü 12. Bu 3 də x üstü 11, 3x üstü 11'i də yazdım burada. Deməli, bura düşdü. Üstə gəl x üstü 11 dəfə. Bu elədi x üstü 13 çıxılsın. X üstü 12 üstə gəl 2x üstü 11. Bunu alt-alta çıxanda bunlar islah getdi. Mənfi x üstü 12 üstə gəl x üstü 11. 3x üstü 11'dən 2x üstü 11'e çıxdım və burada da mənfi 2x üstü 10'u da aşağı gətirsəm, 2x üstü 10'u. Burada düşdü neçə dəfə? Mənfi x üstü 10. Bu elədi mənfi x kvadratı plus x üstü 11 minus 2x üstü 10. Bu da elədi 0. Yəni həqiqətən də cavab da göründüyü kimi qalıq 0. Növbəti ikinci suala baxıram. İkinci sualda deyir ki, px dərəcəsi 3 olan çoxhədlidir. Dərəcəsi 3 olan çoxhədlidir. Baxın, P1 bərabərdir 1, P2 bərabərdir 4, P3 bərabərdir 9. Bu nə deməkdir? Fikir verirsinizsə, 1 verəndə 1 alınıb, 2 verəndə 4 alınıb, 3 verəndə 9 alınıb. Deməli, onda burada Px bərabərdir. Hər hansı A baş əmsal vurulsun. X minus 1, X minus 2. Çünki 1, 2, 3 vuruq kimi yanaşsam. X minus 3 üstə gəl x kvadratı. Niyə burada x kvadratı yazdım? Ona görə ki, 1 verəndə bura 0'a çevrilir, qalır 1'in kvadratı. 2 verəndə bura 0'a çevrilir, qalır 2'nin kvadratı 4. 3 verəndə bura 0'a çevrilir, qalır 3'ün kvadratı 9. Bəs niyə 3 mötərəzə yazdım yalnız? Başqa bir növbəti bir vuruq ola bilərdimi? Xeyr, çünki dərəcə 3'dür. Bunu vurub açanda artıq burada x kubu alınır. İndi gəlin P0'a baxaq. Bəs A niyə yazdım? A çünki baş əmsaldır. Ola bilər ki, qarşısında bir əmsal da var. Yəni olmasa A1 çıxacaq. Gəlib indi P0'ı tapıram. A vurulsun 0 minus 1, 0 minus 2, 0 minus 3, üstə gəl 0'ın kvadratı bərabərdir mənfi 24'ə. Buradan mənfi 6A bərabərdir mənfi 24, A bərabərdir 4. Deməli, mənim çoxhədlim əslində Px bərabərdir 4, x minus 1, x minus 2, x minus 3, üstə gəl x kvadratı şəklindəymiş. İndi məndən nəyi soruşur? P4'ü.
4 vurulsun 4 minus 1, 4 minus 2, 4 minus 3 və üstə gəl 4-ün kvadratı. Bu da bizə verdi nə? 40, yəni B variantı. Məsələn, sual olunardı ki, müəllim, 1 verəndə 1 alınıb, 2 verəndə 4 alınıb, 3 verəndə 9 alınıb, 4 verəndə də 16 alınsın da. Xeyr, olmaz. Niyə görə? Çünki artıq o zaman gərək çox həddinin dərəcəsi 4 verəydi. Növbəti bir sual, üçüncü bir suala baxaq. Üçüncü bir sualda deyir ki, Px bərabərdir 5x üstü 5 çıx 69x üstü 4 çıx 12x kubu çıx 28x kvadratı plus 1 çox hədlisi verilib. Px plus 3 daha doğrusu 8-in x minus 6-ya bölünməsindən alınan qalığı tapın. Baxın, ümumiyyətlə sual soruşulanda həmişə özümüzdə belə bir sual verək ki, bizə nə verib, nə soruşur. Nə verib, nə soruşur. Yəni bizdən nəyi soruşduğunu gəlin mahiyyətini başa düşək. Px plus 8-in x minus 6-ya bölünməsindən alınan qalığı soruşursa, x minus 6 bərabərdir 0, x bərabərdir 6. 6-nı gətirib burada yerinə qoyanda 6 plus 8 bərabərdir P14. Baxın, bizdən istədiyi P14'dür. Təbii ki, indi baxın, bu çox hədlidə 14'ü gətirib yerinə qoyub hesablamaq çox uzun bir proses olar. Ona görə gəlin belə yazaq. P14 bərabərdir. Mən bu ikisindən x üstü 4'ü mötərəziyə çıxartsam, 5x minus 69 çıx 12x kubu çıx 28x kvadratı plus 1. Bura gətirib 14'ü qoyanda bu elədi 1. Onda P14 bərabərdir x üstü 4 çıx 12x kubu çıx 28x kvadratı plus 1. İndi gətirib yenə bu ikisindən x üstü 3'ü çıxartsam, qaldı x minus 12 çıx 28x kvadratı plus 1. Hansı ki bunun da yerinə 14 qoysam, yəni mərhələli şəkildə qoyuram da, hissə-hissə x-ları sadələşdirirəm, sonra yerinə x-in 14 qiymətini qoyuram. 14 qoyanda 2x kubu çıx 28x kvadratı plus 1. Buradan da 2x'i çıxartsam, qaldı x minus 14 plus 1. Yenə bura 14'ü gətirib yerinə qoysam, o zaman x-in yerinə 14'ü qoysam oldu. Deməli, gəlin baxaq suala. Buradan x kvadratını çıxartmalıydım. Deməli, gətirib 14'ü yerinə qoyanda bu vuruq 0 elədi deyə, elə birbaşa P14 bərabərdir 1 yazmaq olar. Doğru cavab A variantı. Maraqlı sual idi. 4 nömrəli suala baxıram. 4 nömrəli sualda deyir ki, Px çoxhədlisi bərabərdir x üstü 5 üstə gəl ax üstü 4 plus b-dir. Və bunun x minus 1'ə tam bölünürsə bu çoxhədli, bizə deyir b-ni tapın. Yəni tam bölünmə o deməkdir ki, gətirib P1'i tapanda 1 üstə gəl a üstə gəl b bərabərdir 0. Amma yadımızda qalsın ki, verilən, yəni tam bölünmə o deməkdir ki, x minus 1'ə tam bölünmə o deməkdir ki, P1 0 olur da, yəni x-in 1 qiymətində 0 olur. Əgər bu çoxhədli x-in 1 qiymətində 0'dırsa, yəni x-in hər hansı bir qiymətində 0'dırsa, o zaman bunun törəməsi də həmən qiymətdə 0'dır. Funksiyadan da xatırlayın da, məsələn, fx funksiyası x-in verilən qiymətində əgər 0'a bərabərdirsə, onun törəməsi də həmən nöqtədə 0'a bərabərdir. O zaman ilk öncə gəlin bundan bir törəmə alaq verilən funksiyadan. 5x üstü 4 üstə gəl 4ax kubu. Gətirib peşdirik 1'i tapaq, çünki bu 0'a bərabərdir. 5 üstə gəl 4a bərabərdir 0'a, a bərabərdir mənfi 5 böl 4'ə. İndi a'nın bu qiymətini gətirib bu ifadədə yerinə yazsaq, daha doğrusu elə aşağıda verilən ifadədə də yerinə yaza bilərəm. Burada 1 çıxılsın, 4'də 5 üstə gəl b bərabərdir 0'a, b bərabərdir 4'də 1. Yəni doğru cavab D variantı. 5 nömrəli suala baxıram. Deməli 5 nömrəli sualda da Px bərabərdir x kubu çıx 3x kvadratı üstə gəl mx plus n çoxhədlisinin deyir x kvadratı plus 1'ə bölünməsindən alınan qalıq 2x plus 1 olarsa m minus n fərqini tapın. Belə yanaşaq da
Buradan da yenə gördüyünüz kimi x kvadratı plus 1'i biz sıfıra bərabərləşdirsək, x kvadratı bərabərdir -1. Yəni həqiqi bir kök kimi yanaşmıram da buna. O zaman yenə mən bunu sadələşdirərəm, çünki pratik üsul budur. Bölüb də tapmaq olar təbii ki. Bu ifadəni x kvadrat plus 1'ə bölüb qalığın 2x plus 1 alındığını görərək m-ə eynilik kimi qiymət də verib tapmaq olar. Amma ən rahat yol məncə əlverişli yol deyək. X kvadratının yerinə -1 yazmaqdır. X kubunu x vur x kvadratı çıx 3x kvadratı üstə gəl mx plus n şəklində yazıram. O zaman gətirib x kvadratının yerinə -1 yazsam, -x minus 3 vurulsun -1 plus mx plus n. Deyir axı buradan qalan qalıq 2x plus 1 axı. Bərabərləşdirdim 2x plus 1'ə. Deməli, o zaman bunların ikisindən x-i mötərəziyə çıxartsam m minus 1. Bunların isə sərbəst həddimiz isə m plus 4 bərabərdir 2x plus 1'ə. Nəticədə eynilik kimi yanaşsam yenə bayaq dediyim kimi m minus 1 bərabərdir 2, m bərabərdir 3, n plus 4 bərabər, 4 yox, üzr istəyirəm, burada 4 yox, 3, n plus 3 bərabərdir 1, n də bərabərdir 2. O zaman m minus n fərqi də bizə neçə verdi? 1, yəni Y variantı. Belə, əziz müəllimlər, düşünürəm sizlər üçün faydalı, öyrədici suallar idi. Sonda onu xatırladım ki, bugün yeni bir qrupum dərsə başlayır. 1-ci 4-cü günü saat 19:30 qrupu. İstəsəz, maraqlansaz, həmən qrupa qoşulub imtahana qədər bu və bundan maraqlı sualları işləyərək sonda yüksək nəticə əldə etmək olar. Sağ olun, növbəti izahlarda görüşərik.